Etibarnamə ilə avtomobil idarə edənlər ekrana yaxın əyləşin. Etibarnamə ilə avtomobil satan Salyan sakininin başına gələnlərdən danışacağıq. Vətəndaşlar etibarnamə ilə avtomobil almağı və satmağı alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi istifadə etsələr də, bu proses bəzən alıcı, bəzən də satıcı üçün ciddi risklər yaradır. Elə qaynar xəttimizə müraciət edən Sahil Həsənov kimi. Sahil Həsənov illər öncə atası Asət Həsənova məxsus 52 BA 417 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında satıb. Daha sonra həmin avtomobil daha bir neçə nəfərə satılsa da, hələ də ilkin sahibinin adında qeydiyyatda qalıb. Satılan avtomobilə aid cərimələr onun ilk sahibinin, yəni Sahil Həsənovun adına gəlib. Üstündən 10-15 il keçib. Maşın radara düşür, bu cərimələr hamısı mənə yığılır. Bu cərimələrin də yığılmağı mənə çox narahat edir. Əlaqəsi var idi mənə, saxlayırdım ki, bu gəlmə ya adva keçir, ya nəsə eləyək, heç boyun qoymur, maşın da sürülür orada. Sahil Həsənov deyir ki, nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə duracağına yerləşdirilməsi barədə aidiyyatı qurumlara rəsmi şəkildə müraciət etsə də heç bir nəticə olmayıb. Maşını axtarışa da verdirmişik, yəni maşın axtarışda da hazırda. Deyirlər, maşın tutulub duracağa qoyulmasa bu mümkündür. Bu cərimə şişə edilməlidir. Maşın tapılandan sonra maşın da 3 aydır, 4 ayda axtarışda da tapılmış. Yoxdur maşın. Hüquqşünas Ərşad Hüseynov deyir ki, Sahil Həsənov avtomobilin ilk sahibi olaraq məhkəmə yolu ilə onu geri tələb eləyə bilər. Müraciət edibsə, üstəgəl belə cərimələr də varsa, avtomobil saxlanılıb mühafizə duracağı yerləşdirilməlidir. Bunu eləməyiblərsə, tələb eləmək lazımdır ki, etsinlər. Qaldı ki, digər məsələ, adam avtomobilini məhkəmə qaydasında da geri tələb eləyə bilər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, nəqliyyat vasitəsi etibarnamə əsasında satıldığı üçün bir müddət sonra etibarnamə qüvvədən düşür və nəqliyyat vasitəsi ilə törədilən qayda pozuntuları foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alındıqda inzibati tənbih vermə haqqında elektron qərar Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatı əsasında mülkiyyətçi barəsində çıxarılır. Belə hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisinin rəsmi müraciəti əsasında məsələyə baxılır və problemin aradan qaldırılması üçün tərəfimizdən qanuna uyğun tədbirlər görülür. Hüquqşünaslar tövsiyə edir ki, haqlı ikən haqsız vəziyyətə düşmək istəmirsinizsə, o zaman avtomobilin alqı-satqısını notarial qaydada həyata keçirin. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfərspayiz xəbər Salyan.